yaşayıram, gəlir nəfəsim. Salam əziz izləyicilər, salam əziz uşaqlar, necəsiz? Sizi bu gözəl MTV kanalından salamlayırıq. Ekranların qarşısında əyləşmişsinizsə, deməli düz eyvandasınız. Azərbaycan İstedad Festivalı efirdədir. Amma bu festivalın bir önəmli siması da var. Bəli, bu şəxs səhnənin cazibəsini tamamlayır. Təcrübəsi və enerjisi ilə hər kəsi özünə cəlb edir. Onu güclü alqışlarla səhnəyə dəvət edək. Amin. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəliqanlıyam. Qəlbimdə əbədi Ama çok zayıf değildi Elşad əmi. Əla. Gör nə maraqlıdır maşallah. Dur bir dənə baxaq sənə. Sənin də qarnın deyəsən mənki kimidir ha. Ha, ekran qarşısında əyləşən bütün izləyicilərimizi salamlayırıq. Azərbaycan İstedad Festivalı bəli, efirdədir və bu möhtəşəm layihədə biri-birindən gözəl bizim istedadlı balalarımızın hər həftənin cümə və şənbə günləri MTV kanalında izləyə bilirsiniz və bir çox uşaqlarımız burada artıq sosial şəbəkələrdə trenddə kəşfətdədirlər. Onlara misal olaraq mən Nilay Səbrəliyevanı misal gətirə bilərəm. 700-800 min baxışı olan Nilay Səbrəliyeva artıq 2 milyon. Trendi 600 dediyi kəşfəti. Nurlana Nurəliyeva, burada Hüseyin Ramazanlı var, Ayxan Babazadə var, Səma Qasımzadə. Bütün uşaqlar hərəsi özünə görə artıq sosiallarda və televiziyada məşhurluğu əldə ediblər. Hə, Leyla? Xoş gəlmişsən. Və neynirik? Neynirik? Bəli, münsifləri çağırırıq. Amma münsiflərdən əvvəl biz görürük ki, bizim qonaqlarımız da var. Qonaqlarımızı bir dənə alqışlayaq. Bax bu, Zadə Kids Tədris Mərkəzinin uşaqlarını mən birazdan təqdim eləyəcəm. Çəkin bir dənə zəhmət olmasa. Bax bu uşaqlar Zadə Kids Tədris Mərkəzinin uşaqlarıdır. Çox istedadlıdırlar. Və bu uşaqlar Azərbaycan İstedad Festivalı 2 yarışmasının növbəti yarışmanın iştirakçıları olacaqlar. Ürəkdən alqışlayaq. Birazdan hər birinə söz verəcəm. Bugün onlar bizim qonağımızlar. Onların da çıxışlarını görəcəyik və münsiflər heyətini çox intizarda saxlamaq istəmirəm sizi. Münsiflər heyətini dəvət eləyəcəm. 3 münsif heyətimiz olacaq Ayxan Hilal. Və birinci münsif heyətimiz kimdir? Mən bilirəm ki, uşaqlar onu çox istəyirlər. Çünki illərlə Azərbaycan estrada səhnəsində öz ifaları ilə hər zaman yadda qalıb, öz xanımlığı ilə, öz gözəlliyi ilə, alicənablığı ilə, mədəniyyəti ilə, ifası ilə insanların qəlbinə yol tapan Aygün Şükürova! Aygün! Açılanda pəncərə, gözümə görsənir gözəl bir mənzərə. Nazlı yanım su verəndə güllərə, ürəkdən sevinib söyləyirəm mən. Nazlı yanım su verəndə güllərə, ürəkdən sevinib söyləyirəm mən. Ay maşallah, iri-iri gözlərin, yandım ay Allah, iri-iri gözlərin. Ay maşallah, iri-iri gözlərin, yandım ay Allah, iri-iri gözlərin.
açır şirin gülüşü. Dodaqları dirildəcək ölmüşü, yanaqları balla öpməliyəm mən. Dodaqları dirildəcək ölmüşü, yanaqları balla öpməliyəm mən. Ay maşallah, iri iri gözləri, yandım ay Allah, iri iri gözləri. Ay maşallah, iri iri gözləri, yandım ay Allah, iri iri gözləri. Kök üstə budağı neçədir bildim, budaqda yarpağı neçədir bildim. Salxımı saçağı neçədir bildim. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Bu sevgi, bu layla, bu beşik bizim. Çeker növbəmizi bu keşik bizim. Neyimize lazım ev eşi bizim. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Düşdüm ana, eşq oduna düşdüm ana. Məhəbbətin qüdrətini mən belə bilməmişdim ana. Düşdüm ana, eşq oduna düşdüm ana. Məhəbbətin qüdrətini mən belə bilməmişdim ana. Aygün Şükürova, ürəkdən alqışlayaq Aygün xanımı. Çox sağ olun. Aygün xanım böyük coşquyla qarşılandı. Belə də olmalıydı. Çünki uşaqlar Aygün xanımı çox sevirlər. Mən gözümün şahidi olmuşam. Neçə tədbirlərdə uşaqların necə sevgisini qazanıb Aygün xanım. Allah sizdən sağ olasın. Çox sağ olun, Eşad. Çox Mən sağ sizi olun. xoş oldu. 4-5 il bundan qabaq qonşu kanalların birində Bəli. Aygün xanım mənim qonağım idi. Çox istəyirdim Aygün xanım burada olasınız. Allah sizi Çox var təşəkkür eləsin. edirəm. Sağ olun. Uşaqlar Aygün xanımı bir dənə ürəkdən alqışlayaq. Və davam edirik. Davam edirik. Növbəti münsif heyətimiz dünən də bizimlə bərabər olmuşdu cümə günü və dueldə olan iştirakçılara ulduz səsi vermişdi. Bəli. Məcnun yenə də bizim qonağımız, alqışlayaq ürəyinə. Bir daha bu verilişdə iştirak etdiyimə görə təşəkkür edirəm mənim Eşad qardaşıma. Təşəkkür edirəm məni bir daha dəvət etmişsiniz. Necəsiz uşaqlar? Lap yaxşısınız? Mahnımız gəlsin. Gəlsin mahnımız. Vuruldum inan o kara gözlerine, aldandım inan o şirin sözlerine. Çoxları bilir gözlerin canlar alır. Sen kattın aram geceme gündüzüme. Hardasan saadet, üzür məni həsrət. Ürəyim dolu məhəbbət, 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 məhəbbət. Hardasan saadət, ayırır, ayırır həsrət. Hardasan saadət, ürəyim, ürəyimdə məhəbbət. Hardasan saadət, ayırır, ayırır həsrət. Hardasan saadət, ürəyim, ürəyimdə məhəbbət. Üzündən uzun geceler ağlamışam,
Saf eşkimizi koruyub saxlamışam. Hər gönçə yarın dili gəl desə də dünya dağılar, sənə bel bağlamışam. Hicrindən uzun gecələr ağlamışam. Saf eşkimizi koruyub saxlamışam. Hər gönçə yarın dili gəl desə də dünya dağılar, sənə bel bağlamışam. Hardasan saadət, üzür məni həsrət, ürəyim dolu məhəbbət, 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 məhəbbət. Hardasan saadət, ayırır həsrət. Hardasan saadət, ürəyimdə 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 məhəbbət. Məhəbbət, məhəbbət. İllərlə uşaqların sevimlisi olan bir obrazı var idi və o insan bizim üçün çox dəyərlidir, illərin sənətkarıdır. Hamımızın sevimlisi Allah verdi, Yolçuyev gəlir. Çünkü ben Azerbaycanlıyım. Allah verdi müəllim, necəsiz? Belə axşamlarla görüşək, salam. Ürəkdən almışlar. Mən varım. Mikrofonu var. Çox sağ olun uşaqlar. Əl vuran əlləriniz var olsun. Mən də bir 24 saatda gözləyirdim ki, təzdən bura gələm sizin görüşünüzə. Bəli. Dünənki istedadlar o qədər məni valeh elədi ki, elə 2 saatda tez gəlmişdim. Bəlkə olan özlərini görüb, xoş sözlərimi deyərəm. Mübarək olsun verilişin Elşad. Elşad çox istedadlı, yaradıcı adamdır. Axtarır, tapır, hələ bəlkə bölgələrə də getdik. Bəli, inşallah. Bir yerdə. Allah verməm, neçə nəvəniz var? 5. 5. Ən böyüyünün neçə yaşı var, ən balacanın neçə yaşı var? 23 yaş böyüdür. Ay maşallah. 14 yaşda, 13 yaşda kiçik. 13 yaşda kiçik. Allah Allah can sağ olasın. qismət eləsin. Alqışlayaq. Allah verdi müəllimə alqışlayaq. Səs faizlərinə görə yenə də birinci yerdə layihə başlayandan bütün ifaları ilə sosial şəbəkələrdə, kəşfətdə, trenddə olan Bəli, Nilay Səbrəliyeva günün lideridir. Gəl Nilay, gəl yanıma. Gəl. Niyə sən çıxmısan 3-cü mərtəbəyə? Nilay Səbrəliyeva taclandırılır. Bugün bizim üçün rəqs hazırlayıb. Aha, baxın bir dənə. Nilay Səbrəliyeva. Nilay. Neçə həftələrdir öz ifanla sosial şəbəkələ alt-üst eləmişsən. 2 milyon, 700 min, 800 min. Artıq bütün TikTok səndən danışır. Bütün sosiallar, Instagram, Facebook, hər tərəfdə məşhur olmuşsan. Bugün amma rəqs eləyəcəksən bizim üçün, elədir? Mahnı oxumayacaq. Bugün rəqs eləyəcək ekskluziv olaraq. Rəqsinə baxaq Nilayın, sonra söhbət eləyərik. Alqışlayaq, Nilay Səbrəliyevanı alqışlayaq. Kara kaş kara göz, şirin dil şirin söz. Kara kaş kara göz, şirin dil şirin söz. Aman Habibim, yarım Habibim, canım Habibim.
Səbrəliyeva. Gəl yanıma Nilay, gəl yanıma Nilay Səbrəliyeva. Nilay, səni təbrik edirəm. Bu balaca boyundan bu dəqiqə alt-üst eləmişsən bütün sosial şəbəkələri. Nilay, sənə ən çox dəstək verən kimdir mikrofona? Nənəm, babam, xalam, anam. Nənə, baba, xala, bir də ana. Nilay Səbrəliyevaya dəstək verir və Nilay Səbrəliyevanın hədiyyələri olacaq. Əvvəlcə elə, bax bu gözəl gül. Design by Mary 87 minnətdarımızı bildiririk və Nilay alqışlarla Qızılı Kürsüyə dəvət edirik. Nilay əyləş. Məhəmməd, sənin əlində gül görürəm mən. Sən obrazda burada əyləşmirsən. Mikrofonu verək Məhəmmədə. Mikrofonu verək, sən deyəsən hansısa bir filmdən obraz hazırlamısan. Bəli. Hansı? Ulduz filmindəki Məhəmməd. Ulduz filmindəki Məhəmməd öz adda Məhəmməddir və bunu kimə gətirmisən? Aygün xanıma. Aygün xanıma hədiyyə gətirib Məhəmməd Tağıyev. Alqışlayaq. Məhəmməd Tağıyev əyləş. Çox gözəl. Məhəmməd Tağıyev diqqətçildir və Məhəmmədin burada deyəsən bir hədiyyəsi də var, ha? Bu nə hədiyyədir? Bunu kimə gətirmisən? Mənə olmaz, bu güllü çiçəklidir. Hilal Qasımovaya gətirib şəkilindən bildim mən. Çəkin zəhmət olmasa, hörmətli operatorlar. Hilal Qasımovaya hədiyyə gətirib Məhəmməd Tağıyev. Günün ikincisi. Qoy bir dənə deyim də. Məhəmməd, sən gələcəyin ən belə ürəyi açıq, ən əli açıq, ən qəlbi açıq bir gənci, əskəri olacaqsan. Gəlin Məhəmmədi alqışlayaq. Bu gözəl bir xanımlara belə jest eləmək gözəl şeydir. Oğlanlar sizin yadınızda qalsın. Yaxşı? Balaca da bir də hədiyyə olsa, xanımlara hədiyyə eləyin həmişə. Öpürəm səni, böyük bala olasan. İnşallah sənin gözəl, xeyirli işlərə gələk biz iştirak eləyək. Ay Məhəmməd, çox sağ ol. Amin inşallah, amin inşallah. Nilay Səbrəliyevanın çıxışını izlədik. Günün lideri Nilay Səbrəliyeva. Bu arada Azərbaycan İstedad Festivalı yarışmasının, layihəsinin baş sponsoru Pumba Kids'i ürəkdən alqışlayaq. Və dünən siz şahidi oldunuz ki, mən sual verdim. Dedim Pumba Kids'in neçə filialı var? Səma Qasımzadə düzgün cavab verdi. 2 filialı var və ünvanlarına qədər dedi. Bu gün də burada 6 yaşında uşaq oturub içərdə. İçərisində 4 hədiyyə var. İçərisində 4 hədiyyə olan, bax bu möhtəşəm baş sponsorumuz, ölkədə brendə çevrilən Pumba Kids mağazalar şəbəkəsi, uşaq geyimləri, oyuncaqlar, 4 hədiyyə var bunun içində. 4 hədiyyə o deməkdir ki, mən 4 sual verəcəm. Düzgün cavab verən hədiyyələri qazanacaq. Pumba Kids'i ürəkdən alqışlayırıq. Uşaq paltarları deyəndə nə yada düşür? Uşaq oyuncaqları deyəndə nə yada düşür? Pumba Kids. Bəli, Pumba Kids. Amma günün ikincisi deyəndə nə yada düşür? Əsra Zahidova, hə, günün ikincisi Əsra Zahidovanı ürəkdən alqışlayaq. Əsra Zahidova. Bizim istedadlı balamız Əsra Zahidova bu gün də günün ikincisidir. Həm rəqs edir, həm mahnı oxuyur. Bu gün də Aygün xanımın, Məcnunun və Allahverdi müəllimin qarşısında Azərbaycan mahnısını ifa eləmək istəyir. Gəlsin Əsra Zahidovanın ifası, ürəkdən alqışlayaq və bizim gözəl bayrağımızı ver mənə.
Сюда я возвращаюсь в свой дом, и радость бьется в сердце моем. Сюда зовут меня родные облака. Здесь мне дарят свет улыбки друзей, как звездочки глаза у детей. И свежий ветер с гор покажет свой простор. И я счастлив теперь, я пою эту песню тебе. Живи, родной Азербайджан, ты всегда греешь сердце мне. Я с тобой на одной волне, вновь пою о тебе. Живи, родной Азербайджан, ты мне даришь уют, покой. Если я в стране другой, ты всегда со мной. Там, где берег гладит Каспий седой, вдохну свободный воздух морской. Я встречу солнце свет, волшебный твой рассвет. Пусть всегда здесь будет много гостей, счастливый взгляд родных матерей, и обойдут тебя все беды стороной. И я знаю одно, эту песню пою я тебе. Яша Тогма Azerbaycan, kalbimde canımda yaşa. Güneşli bir hayat yaşa, ol benim yanımda. Yaşa Doğma Azerbaycan, her zaman gönlümde yaşa. Uzakta da olsa her an, kalbimde yaşa. Живи, родной Азербайджан, ты всегда греешь сердце мне. Я с тобой на одной волне, вновь пою о тебе. Siz hələ də Pumba Kids'də olmamısınız? O zaman multi-brend mağazalar şəbəkəsi Pumba Kids möhtəşəm seçimlərlə sizi gözləyir. Övladlarınız üçün dəbli və keyfiyyətli geyimlər, hər addımı rahat olan ayaqqabılar, zövqlü və şirin aksesuarlar, əyləndirici və öyrədici oyuncaqlar, hamısı bir yerdə, Pumba Kids'də. Ünvanlarımız Neftçilər filialı, Qaraqaraya prospekti 65D, Neftçilər metrosunun tam yaxınlığında, Xəzər filialı, Gəncə prospekti 52B ünvanında, Xəzər dairəsi yaxınlığında yerləşir. Design by Mary 87 bizim dostumuz. Ve üçüncü yer. Günün üçüncüsü. Kim? 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 Bir daha sakin. Kim? Kimdi Yusuf Senli? Ha. Kimdi Yusuf Senli?
Gəl bura görüm, ay Evdə Tək filminin qəhrəmanı. Oxşayır ona acıqın. Yusif Hüseynli ürəkdən alqışlayaq. Bizim Yusif Hüseynli, bax bu gözəl balamız model kimi qatılıb bu yarışmaya. Gümüşü tacını da veririk. Yusif Hüseynli musiqi sədaları altında ona baxırıq və əyləşir bizim bax bu gözəl kreslolar. Səndim onu. Və ən əsası mən sizə bir söz deyim. Dünən də bizim cümə günü olan efirimizdə, bu gündə Yusif Hüseynlinin geyimləri hər həftə buradan 2 uşaq gözəl paltarlarla, geyimlərlə baxın Yusifə. Pumba Kids'dən geyinir Yusif, alqışlayaq ürəkdən. Hər həftə 2 uşağı mən göndərəcəm Pumba Kids'ə, sağ olsun bizim baş sponsorumuz. Və uşaqları gözəl geyindirirlər. Bax, ayaqqabı, köynək, şalvar. Yusifi də zövqlü geyindiriblər. Göndəriblər bizim yanımıza. Yusif əyləşsin, günün 3-cüsü. Dueldə olan iştirakçılarımız. Nigar Manafova. Gəl yanıma qızım, dueldəsən. Ekranda dueldə olan hər bir iştirakçının adını, soyadını, xallar nə qədər göstərin. Nigar Manafova. Sevil Şükürlü, müəyyən səbəblərə görə gələ bilməyib, dueldədir. Amir Abbaszadə, dueldədir, gəl yanıma. Gəl bura, gəl. Gəl bura, ay David Beckham, gəl bura. Gəl bura. Gülnaz Nəbili, dueldədir, gəl yanıma. Gəlin bura uşaqlar, gəlin bura. Hüseyin Ramazanlı, dueldədir. Və Fidan Məmmədova. Fidan Məmmədova dueldədir. Fidan da müəyyən səbəblərə görə gələ bilməyib. 6 iştirakçıdan bugün verilişin sonunda mən stop deyəndən sonra diqqət ekranlara 3 iştirakçının adı ekranda göstəriləcək. Hüseyin Ramazanlı, Nigar Manafova, Amir Abbaszadə və Gülnaz Nəbili. Gülnaz Nəbili. 6 nəfər dueldədir. Hörmətli tamaşaçılar, Hüseyin Ramazanlı, Nigar Manafova, Amir Abbaszadə, Gülnaz Nəbili, Fidan Məmmədova və Sevil Şükürlü. Sevil Şükürlü və Fidan Məmmədova yoxdur burada. Amma bugün bizim münsiflər heyəti və qızıl onluqda olan iştirakçılarımız bu 4 iştirakçıdan 3 nəfərə ulduz səsləri verə biləcəklər. İndi mən istərdim ki, bir-bir iştirakçıları, dueldə olanları, çıxışlarını izləyək. Nigar Manafovanı, Hüseyin, Amir, siz əyləşin, Gülnaz əyləşin. Birinci, Nigar Manafova, mikrofonu verək. Nigar, çox maraqlı giyinmişsən. Nədir bu, rəqsdir bu, mahnı? Salam əleykum. Elə gəldin ki, anidən 2 bacı kimi durdular. Gülyaz və Gülyanaq bacı. Gülyaz və Gülyanaq xanım. You're a good soldier, choosing your battle. Pick yourself up and dust yourself off and back in the saddle. You're on the front line, everyone's watching. You know it's serious, we're getting closer, this isn't over. The pressure's on, you feel it, but you got it all, believe it. When you fall, get up, oh, oh, and if you fall, get up, eh, eh. Tamina, mina, sangalewa, 'cause this is Africa. Tamina, mina, eh, eh, waka, waka, eh, eh. Tamina, mina, sangalewa, this time for Africa. Listen to your God, this is our motto. Your time to shine, don't wait in line, y vamos por todo. People are raising their expectations. Go on and feed them, this is your moment, no hesitation. Today's your day, I feel it. You pave the way, believe it. If you get down, get up, oh, oh. When you get down, get up, eh, eh. Tamina, mina, sangalewa, this time for Africa. Tamina, mina, eh,
Manafova və ona kömək elədi Ayan Məmmədli. Aycun xanım yadınızda qalsın, dueldədir. Dueldədir. Nigar əyləş. Alqışlayaq Nigarı və növbəti dueldə olan iştirakçımız. Çox vaxt itirmədən Gülnaz Nəbili. Alqışlayaq ürəkdən. Gəl Gülnaz, icazə verin Gülnaz gəlsin. Nurlan'a icazə ver Gülnaz gəlsin. Belə dünən kim olmuş? Unut sen derdi gemi, unut sen güle güle, hoşbaxtliya silkəni, ümidini kırma hele. Ah bu hayat qəribələrlə dolu kim bilir ki nə olacaktır sonu sen. Ona göre hiç keyfini bozma oku. Bu mahnını benimle birgə oku. Gəl gedək şəhərə, əl-ələ, 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 əl-ələ. Bir deyək, bir gülək, şənlənək, eylənək. Biz bizə, biz bizə. Gəl gedək şəhərə, əl-ələ, 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 əl-ələ. Bir deyək, bir gülək, şənlənək, eylənək. Biz bizə, biz bizə. Come on. Come on. Come on. Come on. Let's go. Unut sen derdi gemi, unut sen güle güle, hoşbaxtliya silkəni, ümidini kırma hele. Ah bu hayat qəribələrlə dolu kim bilir ki nə olacaktır sonu sen. Ona göre hiç keyfini bozma oku. Bu mahnını benimle birgə oku. Gəl gedək şəhərə, əl-ələ, 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 əl-ələ. Gülnaz Nəbili. Dueldə olan bizim növbəti iştirakçımız Gülnaz Nəbili. Hələ biz bilmirik ki, münsiflər heyəti sənə neçə ulduz verəcəklər. Bundan əvvəl Nigar Manafova idi. İndi Gülnaz Nəbilidir. Artıq Gülnazın da ifası yadınızda qaldı. Gülnaz əyləş. Və növbəti dueldə olan iştirakçımız Hüseyin Ramazanlı ürəkdən alqışlayaq. Dəvət edirəm yanıma. Hüseyin Ramazanlı. Növbəti dueldə olan iştirakçımız Hüseyin Ramazanlı. Hüseyin rəqs hazırdır bizim üçün. Rəqs hazırlamısan. Gəl çox uzatmadan sənin rəqsinə baxaq Hüseyin. Çünki dueldəsən. Sən dueldə xal qazanmalısan. Gəlsin. Alqışlayaq ürəkdən alqışlayaq. Hüseyin Ramazanlının da rəqsini izlədik və Amir Abbaszadə də biz bir model kimi bu yarışmaya qatılıb. Amiri də görəcəyik. Uşaq geyimi deyəndə nə yada düşür? Uşaq oyuncaqlar deyəndə. Ümumiyyətlə uşaqla bağlı. Görürsünüz, düz yoldadır. Ömər Qənizadəni ona görə çox istəyirəm ki, uşaqla bağlı geyim, oyuncaq, uşaqla bağlı ora möcüzələr diyarıdır. 2 filialı var. Neftçilər metrosu stansiyasının yanında yerləşən bizim Pumba Kids, Lady Charm'ın 1-ci mərtəbəsində Pumba Kids
2008-ci ildən fəaliyyət göstərir. Bütün məhsulları Türkiyə və Polşadan gətirilir və yeni doğulmuş uşaqdan tutmuş 16 yaşına kimi bütün uşaq geyimləri, oyuncaqları Pumba Kids'dən əldə edə bilərsiniz və Pumba Kids'in inşallah buradan elan verirəm. Ham sakit. Pumba Kids 1 iyun. Mən buradan 20 uşağı aparacağım Pumba Kids'ə və 1 iyun biz oradayıq. Hər birinizə hədiyyə olacaq orada. Hər birinizə. Aycun xanım da orada olacaq. Aycun xanım da orada olacaq. Və Pumba Kids 1 iyunda bizi gözləyir. Oradan da öz möhtəşəmliyi ilə seçilən hər zaman Pumba Kids verilişimizin baş sponsorudur. Minnətdarlığımızı bildirir və növbəti bizə dəstək olan kimdir? Hər zaman bizimlə bərabər, mənim bütün layihələrimdə mənimlə bərabər olan Eme Parfüm. Ölkənin sayılıb seçilən brend ətir dünyası olan Eme Parfümdən rənglərinə baxıram və Aycun xanıma, Məcnuna, Allah verdi müəllimə, Allah verdi müəllimin yuxusu gəlir, ona öyle ətir verər ki, ayılsın. O deyir, bir dəqiqə çox xahiş edirəm, Allah verdi müəllimə, mən ərk eləyirəm. Çünki 70 ildir tanıyıram Allah verdi müəllimi. Bu nədir, bəxtündən bu da açılmır. Allah Söz verdi. deyim, dünənki efirdə bizə verdiyiniz ətir doğrudan çox möhtəşəm idi. Aha, Məcnun, Eme Parfümün dünən verilən, dünənki efirdən bəli vermişdim hər birindən. Çox gözəl ətirdir, Gələn həqiqətən. dəfə yenə gələ bilərəm mən. Sizə hər zaman burada yer Hər var. efir olacaqsa biz gələk. Bəli, hər Hər efir. efir Və sevdiyiniz inşallah ətirləri də verəm. Allah verdi, mən özüm də özüm. Bir əlimə. doğrudan gözəldir ətir, həqiqətən. Çox gözəldir. Eme Parfümü alqışla buraydan. Eme Parfüm. Multibrend mağazalar şəbəkəsi Pumba Kids möhtəşəm seçimlərlə sizi gözləyir. Övladlarınız üçün dəbli və keyfiyyətli geyimlər, hər addımı rahat olan ayaqqabılar, zövqlü və şirin aksesuarlar, əyləndirici və öyrədici oyuncaqlar, hamısı bir yerdə, Pumba Kids'də. Ünvanlarımız Neftçilər filialı, Qaraqaraya prospekti 65D, Neftçilər metrosunun tam yaxınlığında, Xəzər filialı, Gəncə prospekti 52B ünvanında, Xəzər dairəsi yaxınlığında yerləşir. Verilişin bitməyinə 15-20 dəqiqə qalmış, tam sakit. Aycun xanımdan bir sual olacaq. Düz tapana Ayda nə möhtəşəm hədiyyələrdir. O suala düzgün cavab verən Aycun xanımdan, Aycun xanımın sualına düzgün cavab verən Pumba Kids'dən hədiyyə qazanacaq. Allah verdi müəllimin sualına düzgün cavab verən Pumba Kids'dən hədiyyə qazanacaq. Məcnun qardaşımın sualına düzgün cavab verən Pumba Kids'dən hədiyyə qazanacaq. Orada 4 ətir var, ətir nə idi? 4 hədiyyə var. Və səhərdən mənə demirsiniz, Yusuf Seylinin hədiyyəsini verməmişəm Eme Parfümdən. Qızlarımızın hədiyyəsini vermişəm. Yusuf, bu ətir sənindir. Onlara gül verdim sənə ətir. Biz kişiyik də, biz ətir vurmalıyıq ki, xanımlar bizi bəyənsin. Belə olmalıdır Yusuf. Hə, bildiniz də, sual verəcəklər. Amma xahiş edirəm deməyin də, Aycun xanım sualı verəndə mənə deyin, mənə deyin. Aycun xanım sualı oradan verəcək, siz buradan cavab verəcəksiniz. Dueldə olanların ekranda adlarını zəhmət olmasa verin. Mikrofonu gətirin mənim yanıma. Burada Zadə Kids tədris mərkəzinin gözəl balaları əyləşib. Gəlin yanıma. Gəlin yanıma Zadə Kids tədris mərkəzinin inşallah növbəti Azərbaycan İstedad Festivalı 2 yarışmasında bax bu 10 uşaq orada iştirakçı olacaq. Növbəti seçimlərimizə artıq 60 nəfər yazılıb, hələ layihə gedir. Ola bilsin 300, ola bilsin 500 nəfərlə başladıq, bilmək olmaz. Uşaqlar çünki artıq bu layihəyə öyrəşiblər. Gəlin yanıma, gəlin yanıma. Zadə Kids Tədris Mərkəzinin burada neçə uşağı var? 10. Tural səmada nə olur? Səmada bir çox resimlər görür. Günəş, ay, ulduzlar.
Günəş ən böyük ulduzdur. Onun ətrafında 8 planet dövr edib. Merkuri, Venera, Yer, Mars, Jüpiter, Saturn, Uran, Neptun. Bunlar planetlərə verilmiş adlardır. Raul, Günəş haqqında nə danışa bilərsən? Солнце источник света тепла. Планета вращается вокруг Солнца. Солнце 109 раз больше Земли. Солнечные затемнения происходят так, когда Луна проходит между Землей и Солнцем. Aha, növbəti. Mənə yer planeti haqqında nə deyə bilərsən? Yer planeti küləyə bənzər forma. Yer planeti su və hava var. Yerin 4 səthi var. Şimal, cənub, şərq, qərb. Plov yerin tipi modelidir. Zəhra, bizə vətən şeiri deyə bilərsən? Mənə almısan ana, sənə qurban ay vətən. Sayaq sanımca xana, yoxdur sənə tay vətən. Ecenaz, bizə vətən şeiri deyə bilərsən? Vətən mənim bugünüm, səbək ki töy dinim. Haqqım var ki ölüm, Azərbaycan deyəndə. Ürəklərdə deyirəm Azərbaycan deyəndə. Alqışlayaq və Zadək, Kids Tədris Mərkəzinin uşaqları əyləşsinlər. Buyurun, əyləşin uşaqlar. Əyləşin və inşallah onlar Azərbaycan İstedad Festivalı 2 yarışmasının iştirakçıları olacaqlar və qızıl onluqda olan iştirakçılarımız var, hələ çıxışları qalıb onların. İndi qızıl onluqda olanlar Səma Qasımzadəni dəvət eləyək bura. Qızıl onluqda olanlar. Səma, xoş gəlmişsən. Qızıl onluqdadır Səma və Səmanın ifasından sonra Ayanın çıxışı gələcək. Ayan Bayramzadənin, sonra Validə Bəşirovanın, bir qızıl onluğun iştirakçılarının çıxışlarını dinləyəcəyik. Səma, gəlsin ifan. Heç kim səndən çox sevə bilməz. Bilirəm
Qasımzadə ana mahnısı ifa elədi. Bizim başımızın tacı olan analarımızı ürəkdən alqışlayaq. Atalarımızı ürəkdən alqışlayaq və dünyasını dəyişən bütün valideynlərə Allah Taala qəni-qəni rəhmət eləsin. Bu mahnını Valideynlərimizin qədrini bilməliyik. Bu mahnını mən öz anam içində olmaqla bütün analara həsr etmişəm. Bəli. Bəli, bəli. Düz eləmirsən. Qızıl onluğun əsas iştirakçılarından biridir Səma Qasımzadə. Səma əyləş. Diplomları buradadır. Hər bir diplomu baxın yaxından çəkin. Validə Bəşirova Azərbaycan üzrə Azərbaycan çempionudur. Bu diplomlarıdır. Azərbaycan bayrağını inşallah xarici dövlətlərdə də yüksəldər. Medallarına bax. Bəli, medallar. Müəllimini dəvət eləyə gəlsin yanımıza. Gəl yanımıza. Gəl zəhmət olmasa. Mikrofonu ver, adını soruşaq müəllimin. Adınız nədir? Harun. Şəxsi müəllimisən, yoxsa ümumi uşaqlara? Ümumi uşaqlara müəllimisən. Necə tələbədir, necə şagirddir? Yaxşıdır, yaxşı vuruşur, həvəslidir. Validənin burada bəzi o uşu karatədə olan hərəkətlərini müəllimi ilə bərabər izləyirik. Gəlin izləyək. Davam ediyor. Alqışlarınızla validəni yerinə alaq və növbəti iştirakçımız kimdir? Qızıl onluqdan olan Amaliya Məlikovanı dəvət eləmək istəyirəm yanımıza. Легче целлофана, дарю CO2 для фана, будто мама целовала. For the ladies, hey girl, you have a perfect body with a perfect smile, perfect body with a perfect smile, perfect body with a perfect smile. You're deaf. Passo bem, sou na festa do fim de semana. Növbəti iştirakçımız Səmra Qənizadə. Səmra gəl yanıma. Səmra Qənizadəni ürəkdən alqışlayaq. Qızıl onluqda olan növbəti iştirakçımız. You're a good soldier, choosing your battles. Pick yourself up and dust yourself off and back in the saddle. You're on the front line, everyone's watching. You know it's serious, we're getting closer, this isn't over. The pressure's on, you feel it, but you got it all, believe it. When you fold it up, oh, oh, and if you fold it up, eh, tamina, mina, sangalewa. Cause this is Africa. Tamina, mina, waka, waka, tamina, mina, sangalewa. Ayan Bayramzadə bugün mahnı ifa edəcək. Gəlsin Ayan Bayramzadənin ifası və qızıl onluqda da Ayan Bayramzadə. Axtarsan məni nəsə, özün bəyənməsən, atalar deyim bəsən, nə bəyənməsən. Sağ salamat, sağ salamat, sağ salamat, sağ salamat, mat,
Sağ salamat, sağ salamat, sağ salamat, sağ salamat. Yuxularda yazıram xeyrə, çıxıram günəşimi seyrə. Gəl o buz uçuğu indir, aldanma gözələr şeirə. Hani dünya öz dolan oyna, baxsın herkesin yoluna. Aldanma eğer duyun, buralarda küləksən əsən. Axtarsan məni məsə, özün bəyənməsə. Atalar deyim bəsən, nə bəyənməsə. Sağ salamat, sağ salamat, sağ salamat. Nurlan'la ifasını eşidək. Gəlsin Nurlan'la ifası. Dünlərin bir günü, bir gecə yari, qarşıma çıxarmışdı gecə yari. Dünlərin bir günü, bir gecə yari, qarşıma çıxarmışdı gecə yari. Bir dəfə güldün, yayıldı qanıma, dedin ki necə yaraşar yanıma. Eşqin ilə can ol yandı canıma, halım yaman sən ol yaman halına. Bir dəfə güldün, yayıldı qanıma, dedin ki necə yaraşar yanıma. Eşqin ilə can ol yandı canıma, halım yaman sən ol yaman halına. Səni xəyal eyləmişəm çoxdan, səni necə yaradıb var eləyən yoxdan. Sanki dərmişəm qızıl alma bağdan, çoxdan yay çıxıbdı oxdan. Bir dəfə güldün, yayıldı qanıma, dedin ki necə yaraşar yanıma. Eşqin ilə can ol yandı canıma, halım yaman sən ol yaman halına. Bir dəfə güldün, yayıldı qanıma, dedin ki necə yaraşar yanıma. Eşqin ilə can ol yandı canıma, halım yaman sən ol yaman halına. Hal-hazırda monitorda da görəcəksiniz bizim baş sponsorumuz Pumba Kids. Uşaq geyimləri deyəndə nəyə də düşür? Uşaq oyuncaqları deyəndə nəyə də düşür? Pumba Kids. Baxın, Cabbarova Xədicə artıq əlində o kartı da tutub. Pumba Kids'in endirim kartıdır. Yaxından çəkməyin ha, günahdır, yaxşı. Aha. Pumba Kids və bizim dəyərli qonağımız, monitorda görürsünüz, Aygün xanım, bizim dəyərli müğənnimiz Aygün xanım indi uşaqlara tam sakit Pumba Kids haqqında sual verəcək. Kim o sualın cavabını bilsə, bax buranı açıb bir hədiyyəni verəcəm, qalacaq 3 hədiyyə. Məcnun da sualı var. Aygün xanımın sualı gəlir. Deməli, bu sual verməmişdən qabaq gedib mən özüm hədiyyəyə baxmaq istəyirəm. Dayan, görüm orada nə var, görək bu hədiyyə... Siz baxmıyor. Elə bir yadınız var. Deməli, belə uşaqlar. Necə ki Pumba Kids deyirsiniz, elə sualımı da bəlkə Pumba Kids sahib olsun. Pumba Kids sahib olsun. Qəşəng. Tabii Mən fikirlə- heç nə deməmişəm. Qoy fikirləşim görüm nə sual verim sizə. Pumba Kids'in məhsulları hardandır? Bu bir. Pumba Kids'in
neçə filialı var? Bu iki. Bu ikinci sual və Pumba Kitsin. Kids'in ünvanı harda yerləşir? Pumba Kids'in məhsulları hardandır? 1. Pumba Kids'in məhsulları hardandır? 1. Pumba Kids'in neçə filialı var və harda yerləşir? Nurlan açsın, yaxınlaş. Türkiyə, Polşa. Türkiyə və Polşa neçə filialı var? 2008-ci il. 2008-ci ildən fəaliyyət göstərir, heç onu deməmişdi. 2008-ci ildən fəaliyyət göstərdiyini dedi, yaxınlaşacağım yerinə. Nurlan Nurəliyeva Pumba Kids'dən artıq hədiyyə qazanır. Ömər Qənizadəyə yaxınlaş. Uşaqlar buradan çəkilin. İkinci sual nə idi? Pumba Kids'in ünvanları haradır və filialları. 2 filialı var. Tam ora bax. 2 filialı var. Biri Neftçilərdədir. Xəzər Xəzər dairəsində Ömər Qənizadə qazandı Pumba Kids'dən bu hədiyyəni. Aha. Tam sakit. Hələ orada bahalı hədiyyəmiz qalıb və verilişin sonuna 10 dəqiqə qalmış 2 sual da verəcəm, əyləşin. 2 sual da verəcəm, əyləşin. Hədicə Cabbarovanı ürəkdən alqışlayaq və dəvət eləyək. Hədicə Cabbarova. Multibrend mağazalar şəbəkəsi Pumba Kids möhtəşəm seçimlərlə sizi gözləyir. Övladlarınız üçün dəbli və keyfiyyətli geyimlər, hər addımı rahat olan ayaqqabılar, zövqlü və şirin aksesuarlar, əyləndirici və öyrədici oyuncaqlar. Hamısı bir yerdə. Pumba Kids'də. Ünvanlarımız Neftçilər filialı, Qaraqaraya prospekti 65D, Neftçilər metrosunun tam yaxınlığında, Xəzər filialı, Gəncə prospekti 52B ünvanında Xəzər dairəsi yaxınlığında yerləşir. Allahverdi Yolçuyevdən tam sakit. Uşaqlar ümumiyyətlə hamısı bir-birindən gözəl ifa edirdilər. Hamısı əla, hamısı gözəl. Yox, eləmədi. Modeldir. Daxil deyiləm, qəlbən eləyim. Mən bizim o Topluş qızımıza birinci yer verirəm, yəni 50 ulduz Gülnaz Nəbiliyə gəldi Allahverdi Yolçuyev tərəfindən. 30 ulduz. Milli ruh var. İkincisi elə yanaşı dayanıblar, o qız. Kim? 30, Nigar Manahova 30 ulduz və 20 ulduz. Üçüncü də o balaca balamız. 20 ulduzda Amir Abbassadəyə. Hüseynə səs verməsiniz. Allah köməyimiz olsun. Aha. Tamamı gəlir. Ayşun xanım. Aha, Məcnun buyur. Mən də istəyirəm açıqlama verim, sonra səs verim. Buyur əzizim. Sala sakit. O ifaçı qızımızın adı nə idi? Gülnaz Nəbili. Gülnaz səhnəyə çıxanda burada aləm qarşısı bir-birinə hamı gəldi, rəqs etdi. Bəli. Həqiqətən özü də gözəldir. Geyimi də səhnə performansı, eyni zamanda seçdiyi mahnı və buradakı coşqusu 50-yə layiqdir. 50 ulduz məndən sənə. 50 ulduz Gülnaz Nəbiliyə. Alqışlayaq da, niyə alqışlanırsınız? Aha, 30 ulduz. 30 ulduzu mən istərdim verim pəmbə geyinən o gözəl Nigar Manahovaya 30 ulduz. Hə, 20 ulduzu da verirəm bizim
Rəqqas balamıza. Rəqqas Hüseyin Ramazanlıya 20 ulduz gəldi Məcnun qardaşımız tərəfindən və Aygün xanım. Aygün xanımın seçimi mənim üçün maraqlıdır. Maraqlı deyəndə valla bunlar niyə elə eləmirsiniz gizlici? Hamısına 50-100 verək də, hamısı yüksək. Sən onsuz tutmusan elə, sənə hamı 100 veribsə, sən belə eləmə. Onsuz da sən almısan onu, mən Nigara verirəm 50. 50 ulduz Nigara verirəm. Manavovaya. Çünki niyə? Ona görə ki, o da əziyyət çəkib və gözəl oynadı, rəqs elədi. Və üstəlik də rəfiqəsi də ona kömək elədi. Bəli, Ayhan Məmmədli. Hə, yəni hazırlaşıb, onun üçün 50 ulduzu ona verirəm. 30-u verirəm bu oğlana. Hüseyin Ramazanlı 30 ulduz. 20-ni də verirəm o gözəl xanıma. Gülnaz Əslində Nəvili. o doğrudan da Məcnun düz deyir, o çox gözəl ifa elədi və həqiqətən də həm oxumağı gözəldir, həm oynamağı da. Münsiflər heyətini yola salırıq və davam edirik. Alqışlayaq və münsiflər heyətini yola salırıq. Come here, rude boy, boy, can you get it up? Come here, rude boy, boy, is you big enough? Take it, yeah, baby, yeah, take it, yeah. Come here, rude boy, boy, can you get it up? Come here, rude boy, boy, is you big enough? Take it, yeah, baby, yeah, take it, yeah. Tonight I'ma let you be the captain. Tonight I'ma let you do your thing, yeah. Tonight I'ma let you be a rider. Giddy up, giddy up, giddy up, babe. Tonight I'ma let it be fire. Tonight I'ma let you take me higher. Tonight, baby, we could get it on, yeah. We could get it on, yeah. Do you like it, boy? Want, what you want. Give it to me, baby, like boom, boom, boom. What I want is what you want, nah, nah. Come here, rude boy, boy, can you get it up? Come here, rude boy, boy, is you big enough? Take it, yeah, baby, yeah, take it, yeah. Come here, rude boy, boy, can you get it up? Come here, rude boy, boy, is you big enough? Zadə Kids Tədris Mərkəzinin uşaqları modada özlərini göstərdilər və bizim uşaqlardan da vardı olan arasında. Amir Abbaszadə də bu dəqiqələrdə gəldi. Amir, durarsan yanımda, birazdan sən də çıxarsan ona. Əyləşin, uşaqlar əyləşin. Aysu İsrafilova. Aysu İsrafilovanın rəqsi gələcək, hə? Rəqs. Mahnı yoxsa rəqs? Bir şeyde daldalandım, çok güzele sevdalandım. Sordum ki sen kimlerdensin, dedi ki dün nişanlandım. O peri şu peri kimin bu peri? Gözleri kara, telleri kara, gönül beri. Sana mecnun oldum Bursa dilberi. O peri şu peri kimin bu peri? Gözleri kara, telleri kara, gönül beri. Sana mecnun oldum Bursa dilberi. Bir meleksin yüzüne bak, kaş altında gözüne bak. Bir yudum su içem desem olmaz diye sözüne bak. O peri şu peri kimin bu peri? Gözleri kara, telleri kara, gönül beri. Mübarizə aparanlardan kimlər var burada? Ömər Qənizadəni ürəkdən alqışlayaq, dəvət eləyək yanımıza. Ömər Qənizadə çox istedadlı bizim səhnəyə yaraşan balamız. Soğudu havalar burada, güneş açmıyor, telefonu da hiç açmıyor. Beklesin diyordur, ne acelesi var, bir yere kaçmıyor, gözümden de kaçmıyor.
Ya beni gelip alırsın buradan, ya da bir ses duyarsın oradan. Öldürürüm kendimi. Dan 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 dan. Blöf yok valla billah, bana sen lazım illa. Güzellikle veya zorla zorla zorla. Blöf yok valla billah, bana sen lazım illa. Duygular anlarsın ya. Gırla gırla gırla. Soğudu havalar burada, güneş açmıyor, telefonu da hiç açmıyor. Ayxan Babazadə və öz bacısıyla rəqs edəcək bugün. Liliya Babazadəni də dəvət edirik yanımıza. Gəlsin yanımıza Liliya Babazadə. Gəl mənim ömrüm günüm, gəl sənə qurban özüm. Əsrətinə yox dözüm, necə gəlim, hara gəlim. Yazılıb adın qəlbimə, sələmdəm ol dərdimə. Gizə gəlmədi mənə, necə gəlim, hara gəlim. Hara gəlim, hara gəlim, necə gəlim, hara gəlim. Gündüz gəlim, gecə gəlim, bir də görüm hara gəlim. Hara gəlim, hara gəlim, necə gəlim, hara gəlim. Gündüz gəlim, gecə gəlim, bir də görüm hara gəlim. Leyla Nərimanlı, gəl yanıma, gəl. Leyla Nərimanlı doğrudan da bu layihədə unikal səsə malik olan iştirakçılardan biridir. Hə Hilal? Bəli. Elə sənin də səsin unikaldır, ay Hilal. Hilalın baxın, bax qızıl sepin üzərində olan tac sizi də gözləyir. Birinci yerin sahibi bu qızıl tacı əldə edəcək. Qızıldan olan tacı, biləsiz. Bugün Leyla Nərimanlı nə hazırdır bizim üçün? Hayat şişirtir hepsi. Hayat eşqi ilə yaşayan gənc oğlan. Çox qısa adı var. Yanlışları seçtim, doğrum nerede? Kaybettim kendimi, dengem nerede? Bazen düşer insan, yardım nerede? Kalmam için yerden, sebebim nerede? Bitti derken her şeyinden, bitti derken sabrettim ben. Tam o anda ummadığımda bir güneş parlar bazen. Bitti derken her şeyinden, bitti derken sabrettim ben. Tam o anda ummadığımda bir güneş parlar bazen. Hayat şaşırtır hep zaten, ben bittim ay derken. Hiç umudum kalmamışken bir güneş parlar bazen. Hayat şaşırtır hep zaten, ben bittim ay derken. Hiç umudum kalmamışken bir güneş parlar bazen. Fatimə Yusifova bu yarışmada ən çox istədiyim iştirakçılardan biridir. Duelə düşmədiyinə görə də açıq etiraf edirəm ki, bəzən aparıcılar neytral olur, amma mən o neytrallığı qırıb qoymuşam qırağa. Mən istədiyim sözü, yəni çərçivəsində deyə bilirəm. Mən Fatimənin Yusifovanı bu iştirakçı kimi bu yarışmada çox bəyənirəm. Çünki qanacaqlı, qabiliyyətli, istedadlı və ən əsası Fatiməni ona görə çox istəyirəm ki, Fatimə bu layihəyə ürəkdən yanaşır.
bugün Amin balamızın çıxışında Çiçək Ayvazova da ona dəstək olacaq. Duet ifa edəcəklər. Bəli. Bəli, gəlsin duetləri bir mikrofon da verək və tam sakit. Bu ifadan sonra Hilal və Ayxanın sizə sualı olacaq. Bu hədiyyəni qazanmaqdan ötürü. 2 hədiyyə qalıb elə. Diqqətli olun, Hilal'la Ayxanın sualını gözləyin. Gəlsin. Görəsən məndən neçə dənədir, biri yerdə və biri göydədir, biri xoşbəxt və biri dərdlədir, biri itkin və biri dəbqədir. De görüm məndən neçə dənədir, biri qəmgin, biri təntənədir, biri ölmüş, biri ürəkdədir, biri evdə, biri səhnədədir. Kim bilir məndən neçə dənədir, biri səssiz, biri nəğmədədir, biri bəmdə, o biri zildədir, biri geridə və biri öndədir, biri şərqdə, biri qərbdə. Baş sponsorumuz Pumba Kids haqqında məlumat vermək istəyirəm. Alqışlayaq bizim dəyərli baş sponsorumuzu. Monitorda zəhmət olmasa bizim dəyərli baş sponsorumuzu göstər. Hər həftə buradan mən 2 uşaq göndərəcəm Pumba Kids-ə. Necə ki Yusif, zəhmət olmasa Nilay. Bu həftə Yusiflə Nilayı dünənlərdə, bu gündə Pumba Kids geyindirib. Hər həftə 2 uşaq göndərəcəm. Ola bilsin, bu həftə, üzümüzə gələn həftə Əsra getdi, Səma getdi, Nurlana getdi. Bir çox uşaqlar göndərəcəm. Geyim deyəndə nə yada düşür? Pumba Kids. Uşaq oyuncaqları deyəndə. Pumba Kids. Nağıllar aləmi deyəndə. Və... Eşidəmi, bizim Hilal'la uşaqları sağlazdırmışıq ki, bu qutuda olan hədiyyəni onlara verək. Bir hədiyyəni? Bəli. Maraqlıdır, nə sual? Uşaqlar, Elşad əminin ən sevdiyi maşın markası və... Mənə aiddir sual. Bəli. Elşad əminin ən sevdiyi yemək. Siz bilirsiniz? Bəli. Biz bilirik. Hilal bilə-bilə, Hilalın ad günündə mən olmuşam, orada demişəm valideynləri deyib, Ayxanla da 100% Hilal deyib. Ən sevdiyi maşın markası və yemək. Ayxan desin. Kim bilirsə yaxınlaş da. Məncə Elşad müəllimə ən çox BMW yaraşır. BMW markası. Aha. Hə, sevdiyi marka BMW-dir. Bəli. Sonra tam sakit. Məncə mənim ən sevdiyim yemək aşdır və məncə düşünürəm ki, siz də aşı sevirsiniz.
Sən də bir tərəfin deyəsən cənubdandır, Bəli. ona da qan çəkilir. Hə, açdı. Alqışlayaq, açdı, düzdür. Açdı. Bax, tam səmimidirəm, and ola Allaha. And ola Allaha, tam səmimidirəm, mən deməmişəm Ayxana. Doğrudan da ən sevdiyim aş plovdur. Özə səbzi plov. Səbzi plovdur, özüm verəcəm hədiyəni. Deyən, onu götür. Ver Ayxana. Pumba Kids'ten Ayxan Babazadəyə hədiyyə gəldi. Pumba Kids hər zaman uşaqları fikirləşir. Baş sponsorumuza dərin minnətdarlığımızı bildiririk. 2 filialı var. Neftçilər metrosu stansiyasının yanında. Lady Sharm mağazasının 1-ci mərtəbəsi. Xətai rayonu Gəncə prospekti Xəzər dairəsinin yanında. Və 2008-ci ildən fəaliyyət göstərən Pumba Kids mağazalar şəbəkəsində ortopedik ayaqqabılarda və doğuşdan tutmuş, yeni doğulan uşağın geyimlərindən tutmuş 16 yaşına kimi uşaqların geyimlərini həm qız, həm oğlan Pumba Kids mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. Ver onu mənə. Buradakını. Aha. Bax bu. Endirim kartıdır. Zöhrə, bunu sənə verim. Bax, hər zaman bu kartla yaxınlaşırsan ora, bütün bütün məhsullardan 30% endirim. 30% endirim sənə. Eme parfümü bir dənə alqışlayaq. Gəl, Zöhrab, gəl. Zöhrab Zeynalzadənin ifası gəlir. Mikrofonu verin zəhmət olmasa. Zöhrab Zeynalzadənin ifasından sonra 2 ifa qalır. Bravo Zöhrab Zeynalzadə. Çox vaxt itirmirik. Fərid Əliyev buradadır. Fərid Əliyev gəl ifanı eşidək. Və sonuncu ifa olacaq Əhəd Mirzəyevdən. Qızıl onluqdakılar səs verirlər və diqqət ekran olacaq. Bak bir varmış bir yokmuş eski günlerde. Tatlı bir kız yaşarmış boğaz içinde. İşte bir sabah erken masal böyle başlamış. Delikanlı genç kıza iskelede rastlamış. Bakışmışlar göz göze, gören kimse olmamış. Fakat denizde dalga oynamaya başlamış. Bak bir varmış bir yokmuş eski günlerde. Tatlı bir kız yaşarmış boğaz içinde. Delikanlı yaklaşmış, ne kadar güzelsiniz. Güzel kız uzaklaşmış, fakat siz de kimsiniz? Ben bir erkek meleğim, bırak yanına geleyim. Elimi hiç sürmeden gözlerimle seveyim. Bak bir varmış bir yokmuş eski günlerde. Tatlı bir kız yaşarmış boğaz içinde. Azərbaycan, Azərbaycan, canımızda olan bir can. Qəhrəmanlar diyarısan, odlar yurda Azərbaycan. Qəhrəmanlar diyarısan, odlar yurda Azərbaycan. Bu birliklə əzəmətsən, sən sevgisən, məhəbbətsən. Bu birliklə əzəmətsən, sən
sevgisən, məhəbbətsən. Millətlərə qucaq açan, ey mehriban Azərbaycan. Millətlərə qucaq açan, ey mehriban Azərbaycan. Alqışlayan ürəkdən Əhəd Mirzəyevi. Yaşa Azərbaycan sözün əsl mənasında çox gözəl çıxış elədin. Xədicə Cabbarova 1, 3, 5 ulduz kimə? 5 ulduz o balaca uşağa. 5 ulduz Amir Abbaszadəyə. 3 ulduz Gülnaz 3 Nəbiliyə. ulduz Gülnaz. 1 ulduz. 1 ulduz da Nicara. 1 ulduz Nigar Manafovaya. Aha. Can Ayşe. Sen başa dur. Aha 1, 3, 5. 1. 1 ulduz Hüseyin Ramazanlı. Aha. 3 Gülnaz. Gülnaz balamıza. 5. Nigar. 5 Nigar Manafovaya. 1, 3, 5 Aysu İsrafilova. 1 Hüseyin Ramazanlı. 3 Gülnaz 3 Gülnaz. 5 balaca. 5 Amir Abbaszadəyə. Aha. Səma Qasımzadə. 1 xal başında bantik olana. Başında bantik olan, yəni çox maraqlı iştirakçıdır Səma Qasımzadə. Başında bantik olan, yəni Nigar Manafovaya. Aha. Bəli. 3 xal Amilə. 3 ulduz Amir Abbaszadə. 5 xalla Gülnaz Nəbiliyə. 5 Gülnaz Nəbili. Bəli, dueldə 6 iştirakçıdır. Sevil Şükürlü və Fidan Məmmədova da dueldədir. 6 iştirakçı dueldədir. Bu dəqiqələrdə stop deyirəm. Bütün münsiflərin verdiyi ulduz nəticələr. Hesablanır. Qızıl onluqda olan iştirakçıların verdiyi xallar. Sevil Şükürlü, Fidan Məmmədova, Hüseyin Ramazanlı, Nigar Manafova, Gülnaz Nəbili və Amir Abbaszadə. Bu 6 iştirakçıdan sonda 3 nəfər ekranda adı çıxacaq. Bir daha Pumba Kidsə özlərinin minnətdarlığımı bildirirəm. Eme Parfümə minnətdarlığımı bildirirəm. Və diqqət!